Yeni müəssisə həm regionda quşçuluğun inkişafı, həm də daxili bazarın sağlam cücə ilə təmin olunması baxımından çox perspektiv və xeyirli bir addımdır. Buradan sahibkarlarla bərabər ailə təsərrüfatçıları da yararlana bilər. Biz 18 ildir bu badamlı quşçuluq MMC-ni yaratmışıq. Burada bizim ilkən yumurtalıq sahəsi üzrə çalışmışıq. Sonra ətlik sahəsi, ətlik fermalarını tikib, kəsim sexi tikib, o sahə üzrə də belə deyim ki, işləyirdik. Türkiyə Respublikasından inkubator alıb gətirdik. Ayın 16-sında da Türkiyə Respublikasından alıb gətirdiyimiz yumurtaları həmin inkubatorlara yerləşdirmişik. Ayın 6-sında bizim cücələrimiz çıxacaq, həmin cücələri də öz fermalarımıza yerləşdirəcəyik. Demək, bizim inkubatorun gücü 60 minlikdir. Əgər yəni bu böyük bir rəqəmdir. Əgər buradakı fermalardan da hansı fermalara ehtiyac olarsa, biz onları da təmin etməyə hazırıq. İnkubatorlar tam müasirdir. Burada iş prosesi temperatur rejimindən tutmuş rütubət səviyyəsinə qədər tam avtomatlaşdırılmış sistemdən idarə olunur. Hər bir mərhələdə yüksək əssaslıq tələb edir. İstər birinci aparatlarda, istərsə də çıxışdan 3 gün əvvəl digər inkubatora daxil edilən yumurtaların istehsal fəaliyyəti diqqətlə izlənilir. İnkubatorumuz 2018-ci il modelidir. Türkiyə istehsalıdır. Elektron sistemlər hamısı yüksək səviyyədədir. Yəni bizim inkubatorun başqa inkubatorlara nisbətən, misal üçün başqa inkubatorlarda qara dəmirdən istifadə olunur. Bu da o deməkdir ki, cücənin keyfiyyəti aşağı səviyyədə olur. Yəni cücənin keyfiyyətində hər hansı bir xəstəlik olur. Ancaq bizim inkubatorun üstün cəhəti odur ki, bizim inkubatorda sendviç paneldir, dəmirlər Nejabeka dəmirlərdir. Setkalarımız hamısı plasmas setkalardır. Plasmas setkalarda hər hansı bir virus, xəstəlik olmur. Yəni istehsal etdiyimiz cücəyə tam zəmanəti özümüz veririk. İnkubasiya sexinin rentabelliyi birbaşa olaraq yumurtanın keyfiyyətindən asılıdır. Hazırda sözü gedən aparata 19.350 yumurta qoyulub. Yumurta elmi dildə desək, Cross 308, yəni ağ broiler sortudur. Çox yaxşı damazlıqdır, çox yaxşı ətlik sortdur. 60 min inkubatorun tutumudur, 40 min də çıxış kamerasının tutumudur. Bu partiyadan sonra hər 3 gündən bir istədiyimiz qədər, yəni 60 minə qədər yumurta vurub çıxartma gücünə malikik. Sözü gedən müəssisənin yaradılması regionda ailə təsərrüfatları və sahibkarlıq subyektinin inkişafına daha bir töhfədir. Belə ki, kənardan cücə gətirmək asılılığını azaldır, nəqliyyat xərclərini və tələbatı minimuma endirir. Hafizə Əliyeva, xanım Rüstəmzadə, Əfqan Hüseynov, NTV Xəbər.